Salam uşaqlar, səhifə 97-ni izah edirəm, diqqətlə baxın. Deyir ki, dairəvi diaqramda bir gündə meyvə tərəvəz mağazasından satılan meyvənin kütləsi təsvir olunmuşdur. Gün ərzində 400 kiloqram. Gəlin almanı tapalım. Alma neçə faizdir uşaqlar? 400 kiloqramın almanı tapırıq. Alma. Nə qədər oldu? 400-ün 40%-ni tapırıq. 160. İndi keçirəm. Gəvalını axtarım. 400-ün 15%-i. 400-ü 15-ə vururam. 60. Gəvalı nə oldu? 60. Bu 160. İndi keçirəm şaftalı. 400-ün 20%-i. 80. Armud 400-ün 25%-i. 2-0 apardı. 100. Demək bu 100. Bunu da 80 aldıq. Bunda da 60'dır. İndi deyir ki, birincidə ən az və ən çox satılan meyvələr hansıdır? Ən az hansı meyvə satılıb? Gəvalı. 15% nə deyirlər? Kiçik ədəddir. 15. Ən böyüyü hansıdır? 40%-də almadır. Demək, ən az gəvalı, ən çoxu da alma. İkincisinə baxırıq. Gün ərzində neçə kiloqram şaftalı satılmışdır? Baxın, yazmışam. 80 kiloqram. Bunun cavabı 80. Gün ərzində neçə kiloqram armud şaftalıdan çox satılmışdır? Armud şaftalıdan neçə kiloqram çox satılmışdır? 100-dən 80 çıxıram. 20 kiloqram çox satılmışdır. Gün ərzində neçə kiloqram gəvalı satılmışdır? Baxın, gəvalını tapmışam. 60. Keçirəm 6-cıya. Şagirdlər arasında ən çox sevdikləri fən haqqında aparılan sorğuda baxın, riyaziyyat birinci yerdədir. Çünki faiz nədir? Ən böyük faiz ondadır. Bax, 40, 30, 20, bu da 10. Ən böyük hansıdır? Riyaziyyatdadır. Burada 5-ci siniflərdən 50 şagird iştirak etmişdir. Neçə şagirdi tarix fənnini sevir? Gəlin bir-bir baxaq. Onsuz da riyaziyyatı da soruşacaq. Aha. Gəlin hamısını əvvəlcə tapaq. Ümumi 50 şagird var. Bunun 40%-i riyaziyyatdır. Biz riyaziyyatı tapırıq. Yazın biləsiniz. 50-nin 40%-ni tapıram. 0 apardı. 100'ə böldüm. Bu 100'dür uşaq. 5'də 4'ü 20. Demək, riyaziyyat nə qədər oldu? 20 nəfər. İndi keçirəm. 50'nin Azərbaycan dili 30%. Bölü 100'ə. 0. Neydi? 15. Sonra keçirəm tarixə. 50'nin 20%. 10. Ne geçirəm? Musiqidir. Ben musiqi yazım dərsiz. 50'nin 10%. 5. Demek bu 5 oldu. Tarixdə 10 nəfər oldu. Bunda 15 nəfər oldu.
Riyaziyyatda da 20 nəfər. İndi deyək ki, neçə şagird tarix fənnini sevir? Neçə oldu? 10 göstərmişəm. 10 şagird. Neçə şagird riyaziyyat fənnini sevir? 20 nəfər. Baxın yazmışam. Azərbaycan dili fənnini sevənlərin sayı musiqi nəğmə fənnini sevənlərin sayından neçə nəfər çoxdur? Azərbaycan dili musiqi nəğmədə nə qədər çoxdur? Baxın, 15 bundadır, 5 də bunda. Nə qədər çoxdur? 15-dən 5-i çıxırıq. Neçə nəfər çoxdur? 10 nəfər. Riyaziyyat fənnini sevənlərin sayı digər 3 fənnini sevənlərin sayından neçə nəfər azdır? Baxın, riyaziyyatda nə qədərdir? Uşaq 20. Digər fənlərin 3 fənlərin sayından neçə nəfər? Digər 3 fənlərin sayı nə qədər oldu? 5, 10, 15. Toplam nə qədər oldu? Digər fənləri yazdım. Bunu yazırıq. 4-cüyü yazıram. Baxın 4-cüsüdür. Riyaziyyat fənni 20-dir. Onu kənarda saxlayın. Digər fənləri tapırıq. 5, 10, digər fənimiz 10, bir də 15. Nə elədi? 30. Deyir, digər fənlərin sayından neçə nəfər azdır? Riyaziyyat digər fənlərin sayından 30-dan 20 çıxıram. Neçə nəfər azdır? 10 nəfər.